Getmisən cəmaatın bazarını öldürməyə, nə bilim getmisən digərlərindən 5-dən 3-dən almısan, onların maşınlarını tərifləyirsən. Bu nə beyindir, bu nə yanaşmadır. Avtomobilinizi gətirmişsiniz satmağa. Yox, mən almağa gəlmişəm, kişi var. Neçə satırsınız? Alan yoxdur, qaqa. Heç dilləndirən soruşdan var ki. Yol çox bahadır, dündən oldu. Sata bilirsiniz? Alıcı yoxdur axı. Ona görə də piraşka yeyirsiniz. Hədə pul olsa, səsək yeyib cavab yeyər. Cavab yeyirsiniz. Salam, xoş gördük dəyərli izləyicilər. Yenə ikinci el avtomobil bazarındayıq, Badamdardayıq. Bundan əvvəl paylaşdığım video görüntüdə maraqlı bir mövzuya toxunmuşdum. Sizdən gələn çoxsaylı şərhlər əsasında həmin mövzuya toxunası oldum. Əksəriyyət paylaşdığım videolarda yazırdı ki, niyə kasıb malı avtomobillər çəkmirsiniz, niyə xüsusilə də baha satılan avtomobilləri təqdim edirsiniz, biz bu avtomobilləri ala bilmərik və s. İstəklər ondan ibarət idi ki, mən xüsusilə də ili daha köhnə olan, əl çatımlı qiymətə təqdim olunan avtomobilləri çəkəm sizə təqdim edəyəm. Mən də təbii ki, sizdən gələn bu şərhlər əsasında yönəldim avtomobil bazarına və xüsusilə də dediyiniz həmin o köhnə avtomobillərin qiymətlərini sizlə tanış elədim və orada bir müqayisə apardım ki, baxın qardaşlar, yoldaşlar, 98-in, 99-un, 2000-ci illərin avtomobilləri əslində bazarda heç də sizin düşündüyünüz kimi kasıb malı, büdcəsi daha az olan insanlar üçün sərfəli qiymət deyil. 20-25 ilin avtomobillərini 17 minə, 18 minə, 16 minə təqdim edirlərsə, bu qiymət heç də kasıb malı qiymət deyil qardaşlar. Və mən o 98-in, 99-un maşınlarına verəcəyiniz o 17 minin, 16 minin üzərinə bir 3 min də əlavə eləsiniz, daha iri təzə avtomobilləri 2015-2016-cı illərin avtomobillərini ala bilərsiniz deyə seçimi təqdim eləmişdim. Təbii ki, burada məqsədim o 98-ci ilin, 20-25 ilin maşınını, 30 ilin maşınlarını satan şəxslərin mallarını, avtomobillərini pisləmək deyildi. Təbii ki, burada belə bir konkret belə bir məqsədim yox idi. Mən sadəcə olaraq hər iki bazar qiyməti olan avtomobillərin müqayisəsini sizə təqdim elədim, amma bəziləri başladı həmin videonun şərh bölməsində belə bir fikirlər səsləndirməyə ki, getmisən cəmaatın bazarını öldürməyə, getmisən nə bilim Çeşqa, Dördgöz bazarını öldürməyə, nə bilim getmisən digərlərindən 5-dən 3-dən almısan, onların maşınlarını tərifləyirsən, bu birisi maşınları. Bu necə düşüncədir, bu nə beyindir, bu nə yanaşmadır. Mən başa düşə bilmirəm. Siz ümumiyyətlə o videoya normal baxmısınızmı ki, mən orada konkret olaraq kimisə maşınını pisləməmişəm, kimisə maşınına pis deməmişəm, kiməsə deməmişəm ki, bu maşını alma, gəl bu maşını al. Qarşınızda seçim qoymuşam ki, 17 mini bu avtomobilə verməkmi yaxşıdır, yoxsa 2016-cı ildən yuxarı daha iri təzə olan avtomobilləri 20 minə verib o maşını almaq mı yaxşıdır? Yəni mən sizin qarşınıza belə bir seçim qoymuşdum. Amma təəssüf ki, beyinsiz bəzi izləyicilər var ki, onlara mən izləyici demirəm. Həmin adamlar girib şərh bölməsində ağzına gələni yazır və düzdür. Əslində yazanların ağzının payını mən necə lazımsa həmin videonun şərh bölməsində vermişəm və ümidvaram ki, bu paylaşdığım görüntüdən sonra da belə bilib-bilmədən, düşünmədən, ümumiyyətlə düşüncəsiz şəkildə öz əxlaqlarına, tərbiyələrinə uyğun o sözləri yazmayacaqlar. Mən buna ümidvaram. Bəli, qısası avtomobil bazarındayıq. Bu dəfəki bazarda vəziyyət hansı istiqamətə dəyişir, alqı-satqı necədir, qiymətlər necədir? Bu vəziyyətlə də maraqlanıb sizə yeni məlumatı təqdim edəcəm. Biz gedirik daxilə avtomobil bazarına, qiymətlərlə və bazarın vəziyyəti ilə tanış olmağa və təbii ki, sizə yeni bir video təqdim eləməyə. Bizi izləmədə qalın. Yoldaşlar, əksər alıcılar, satıcılar iddia edirlər ki, avtomobil bazarında qiymət qalxıbdır. Avtomobillərin qiyməti əvvəlki dövrlə müqayisədə xeyli bahadır. Bunun da səbəbini görək, avtomobil gətirən, xaricdən avtomobil gətirənlərdən bir yoldaş var yanımızda. O deyəcək, olduğu kimi həmin o səbəbi ilə qardaşın dilindən eşitmək istəyirəm. Qardaş, xoş gördük. Qiymət deyirik ki, qalxıb. Bəli. Səbəb nədir? Səbəbi qısa deyərsiniz. Səbəb maşınlar biraz gec gəldiyinə üçün qiymətlər qalxıb. Gecikmə səbəbi nədir? Niyə gec gəlir? Gecikmə səbəbi sərhədlər bağlı idi, onun üçün biraz qiymətlər qalxıb. Yəni belə başa düşdüm ki, bu İranla bağlı. Bax, hazırda qiymət artıb deyiriksə, nə qədər artıb? Qiymət ən aşağısı belə 1000-1500 manat. Hər maşında 1000 Bəli, 1500 manat. Əvvəl 21 min aldığımız maşını indi 22500 olsa aldıq. Amma 21 mindən yuxarı biz pul vermirdik. Avtomobilinizi gətirmişsiniz satmağa. Yox, mən almağa gəlmişəm, kişi var. Neçə satırsınız? Alan yoxdur, qaqa. Alan yoxdur. Bilmək alan yoxdur. Neçə verirsiniz? Bəlkə baha verirsiniz, onun üçün alan yoxdur. Heç dilləndirən soruşdan var ki, heç alan var. Mən soruşuram da mənə deyin qiymətini. Xahiş edəm. Yaxşı. Amerika bazarı üçün nəzərdə tutulan Kia Ceratos'udur. 2020-ci ildir. 2 mühərriklə təchiz olunub avtomobil və ili də çox yaxşıdır 2020-ci ildə. Qiymətin maraqlanmaq istəyirəm, amma əvvəlcə deyim ki, 68 min mil yürüşdədir, real yürüşü. Qiyməti neçədir qardaş?
Neçə? 25 min manat qiyməti var. Dəyərli izləyicilər, cəmi 6 ilin avtomobilidir və qiyməti 25 mindir. Məncə dəyər bu qiyməti bu avtomobilə vermək. Hətta bəlkə də ciddi şəkildə almaq istəsəz 1000 manat, 1500 manat oradan qırmaq olar. Mən belə fikirləşirəm, amma avtomobilin interyerinə fikir verin. Çox yaxşı vəziyyətdə, düzdür. Orta full komplektasiyadır deyərdim. Avtomobil tam full komplektasiya deyil, limited deyil, çünki parça salondur. Yəni tam sadə də deyil. Böyük monitor var avtomobildə. Reallıq bunu deməyə əsas verir. Avtomobilin salonu, vizual görünüşü çox səliqəlidir. Məncə bu avtomobili bəlkə də 23.500 almaq olar, yoxsa yox? Deyir yox. 24-ə. Biraz deyir, bəlkə də 24-də dirəksəz ala bilərsiniz. Kia Cerato sözün demiş avtomobildir. Hətta bu avtomobilin 2010-cu ilə qədər olan o ban, o gövdə hər kəsə tanışdır. Daşlayan da bu Nemesin, Almanın çeşkası deyirlər. Ha. Kia Ceratolar onlar kimi dözümlü avtomobillərdir və bu da təbii ki daha üst model, 5-ci nəsil avtomobildir. Maraqlıdır, maraqlı qiymətədir. Bazarda siz gəzirsiniz. Qiymət nə qədər fərqi var? Sorento-na maraqlanıram mən. Aha. Sorento'da 4000, 5000 fərq var. Sorento Koreya bazarı üçün nəzərdə tutulan avtomobildir. 2018-ci ildir. Maraqlı yürüyüşü var və maraqlı qiyməti var. Avtomobil polnu full komplektasiyadır. Yalnız polnu full komplektasiyadan bir nüansı çatmır. O da 360 dərəcə kamerasıdır ki, yoxdur. Açarsız daxil olma görürsünüz. İnteryerinə nəzər yetirəcəm. Fikirləşirsə qapı açılan kimi artıq oturacaq məni qarşılayır. Artıq arxaya və önə doğru hərəkət eləyir. Oturanda isə təbii ki, oturacaq nizamlanır və avtomobilin elektron şəkildə oturacağın idarə olunmasını görürük. Paralel olaraq da burada əslində bütün funksiyalarını biz görə bilirik. Kruz kontrolundan tutmuş head-up displeyə qədər avtomobilin real yürüyüşü mən göstərəm sizə 154.744 kilometr yürüşdədir. Avtomobil həqiqətən də çox yaxşı vəziyyətdədir. Dəri örtüyü, interyeri çox səliqəlidir. Böyük monitordur, start-stopdur. Qeyd etdiyim kimi polnu full komplektasiyadan yalnız 360 dərəcəlik kamerası çatmır. O da Koreya bazarında bəzi avtomobillərdə olur, bəzilərində olmur. Ona görə bu avtomobilə polnu full komplektasiya deməmək biraz günah olardı. Ona görə də polnu full komplektasiya demək olar. Avtomobilin qiymətinin yürüyüşünü göstərdim. Qiyməti isə faktiki olaraq bazarda 42.500 manatdır. İri isə qeyd etdiyim kimi 2018-ci ildir. Kia Sorento. Bazarda siz də gəzirsiniz, müşahidə edirsiniz. Vəziyyət necədir? Avtomobillərin qiyməti əl çatandı yoxsa yox? Valla demək olar ki, əl çatan deyil. Hansı model axtarırsınız? İndi baxırdı Chevrolet, ya Honda, Santa Fe. Santa Fe neçənci il? 2010 mu, 2008-ə qədər? Yox, harca 2015-dən 2016-dan yuxarı. 2015-dən yuxarı bilirsiniz də qiymətləri neçədir? Yəni belə şey götürəndə bahatdır. Neçə deyirlər? 27-yə deyirlər, 28-ə deyirlər, baxar. Sizcə necə olmalıdır bax bu qiymətlər? 22, 23, 24 arası belə almaq olardı. Tapa biləcəksiniz bu bazardan? İndi o tapmayacaq, almayacaq, nəyəcək? Sağ olun. İlin 2 turbo BMW-si 31.500-ə təqdim olunur. Avtomobil çox əla vəziyyətdədir və deyilənə görə rəng dəyməyib, qəzası olmayıb. Bazarda deyirlər ki, özünüz də görürsünüz ki, əksər alıcı və satıcını eyni formada danışdırılan müqayisəli formada və demək olar ki, hər birinin fikirləri, sözləri üst-üstə düşür. Alıcı da deyir ki, maşın bahadır, satıcı da deyir maşın bahadır və maraqlıdır ki, maşını baha satan da alıcıdan şikayətlənir ki, alıcı yoxdur. Alıcı da deyir ki, qardaş, ucuz satsınlar ki, gedək normal alaq da. Yəni ki, baha satanda mən gedib o avtomobili necə yəni baha qiymətə alım ki, axı mənim büdcəm ona çatmır. Bax, belə bazarda paradoks vəziyyət yaranıbdır. Bunun da səbəbləri deyilənə görə yaxın şərq ölkələrində baş verən müharibə ilə əlaqələndirirlər ki, Koreyadan gələn avtomobillər İranda sərhəddən buraxılmır, İranda qalır, Dubaydan idxal yoxdur və nəticədə ikinci əl avtomobil bazarında belə bir vəziyyət yaranıb deyilir. Amma əslində baxanda görmək olur ki, bu səbəb
səbəblər o qədər də real görünmür. Çünki mən demək olar ki, hər həftə özünüz görürsünüz ki, avtomobil bazarındayım və əvvəlki bazarlarla müqayisədə qiymətlərdə o qədər də ciddi artım müşahidə olunmur. Əslində dekabrda qiymətlər hansı formada idisə, bu vəziyyətdə, bugünkü gündə real vəziyyətdə qiymətlər yenə həmin qiymətlərlə üst-üstə düşür. Yəni bir ciddi bir fərq yoxdur. Maraqlısı budur ki, qiymət bahadır, alıcılıq yoxdur. Əslində necə olmalıdır? Alıcılıq yoxdursa qiymət avtomatik düşməlidir aşağı. Bazarda isə bunun əksi baş verir. Burada piraşki yeyən dayılar var. Bazarda siz yoxsa yox? Piraşki yeməyə gəliblər. Burası bazar adamsınız yoxsa? Maşın satmağa gəlmişik. Maşın satmağa gəlmişsiniz. Ümumiyyətlə alverişisiz yoxsa ildə ayda bir dəfə bura gələnlərdən? Öz maşınımızı gətirmiş satmağa. Sata bilirsiniz. Alıcı yoxdur axı. Ona görə də piraşki yeyirsiniz. Hətta pul olsa satsak gəlib cavab yeyərik. Cavab yeyirsiniz. Bəlkə baha satırsınız, ona görə cavab yeyə bilmirsiniz. Ya, normal qiymət. Deməli, dəyərli izləyicilər, hər bazar demək olar ki, bu modeli mən çəkirəm. Təsəvvür edin ki, Hyundai Sonata kantlı versiyası deyək də, 2007-2010-a qədər olan bu banda, bu gövdədə olan maşından gedir söhbət. Bazar qiyməti və bazardakı o populyarlığını hələ də qoruyub saxlayır. Bu avtomobil 2007-ci ildir və 250 mindən çox yürüyüşü var. Avtomobilin real qiyməti 18.500 manatdır. Yəni start qiymətindən gedir söhbət. Belə vizual baxanda görürsən ki, həqiqətən də səliqəli avtomobildir. Salonunu indi göstərəcəyik sizə, interyerini göstərəcəyik. Operatorum oradan daxil olur. Avtomobil full komplektasiyadır. Baxırsınız ki, yəni ki, oturacaqların idarə olunması bu tərəfdən, böyük monitoru və s. Və bir də bu avtomobillərin bir xəstəliyi olur ki, şit sıracı çartlayır. Yəni biraz sürəndən sonra, 1-2 ildən sonra əksəriyyətində şitdə çat olur. Amma bu qarşımızdakı bu avtomobildə isə şitində fikir versinizsə, yəni heç bir formada çat və yaxud bir deformasiya yoxdur. Oturacaqlar da səliqəli vəziyyətdə də avtomobil özü götürəndə səliqəli avtomobildir. Buna görədir, yəni nəyə görədirsə bilmirəm, bu avtomobilin start qiyməti 18.500-dən başlayır. Baxırsınız da qiymətə və ilə. Dəyərli izləyicilər, 2015-ci ilin Amerika bazarı üçün nəzərdə tutulan Hyundai Sonatası var. Avtomobil polnu full komplektasiyadır. Deyilənə görə Amerikadan gələndə hər hansı bir qəzası, ciddi qəzası olmuyor. Baxın, alıcılar da maraqlanır avtomobillə. Qiyməti də ki 23.800-ə deyir qardaş. Panoramadır. Arxa qızdırıcı, qarmoşka pərdələr nədir? Zavodskoy. Qalxıb yenənədir pərdələr. Yəni Allah haqqı deyirəm, alın adam oturuşuna gəlir. Təş qoymasın. İşləməyən nə var bunda? Heç işləmir. Elektron sistemdə nə desən işləmir? Telefon koduram sonra onu istəyirəm sizdən. Niyə işləmir? Şey də var. Kadroya geçmezsin.